Salam dəyərli izləyicilərim, hər vaxtınız xeyir olsun. Göygöl rayonu Jildom ərazisində 4 sot yarımın içində evimiz təcili satışa çıxdı. Evin torpaq sənədləri qaydasındadır, torpağın çıxarışı var. Çox gözəl ərazidə yerləşən bir evdir. Böyük İskəndər restoranının tam qarşısında yerləşən bir evdir. 4 sot yarımda təmirinin 90%-i başa çatmış bir evdir. Kombi sistemi, kombi xətləri çəkilibdir. 5 daş yerdən kürsülü olan bir evdir. 2 ədəd, qapısında 2 ədəd qoşa darvazası var və keçək sizi evin içəri hissəsi ilə tanış edim. Təmirinin 90%-i yekunlaşıb, sadəcə müəyyən abo işləri və qapıda yüngül kosmetik işlər qalıbdır. Əvvəlcə keçək sizi evin qonaq otağı tərəfdən tanış edim. Əlyanlıda satıldığı üçün qiymət dəyişdirilib, endirilib və yenidən satışa çıxıbdır. Bura evin dəhlizidir, koridor proyektli evdir. Qarşı tərəfdə qonaq otağı yerləşir. Çox böyük və geniş qonaq otağı var. Şəxsi tikili evdir, şəxsi istifadə üçün tikilmiş bir evdir. Sadəcə sahibinin pula ehtiyacı olduğu üçün evi satışa çıxarıb və satmaq qərarına gəlibdir. Bura evin mətbəx hissəsidir, gördüyünüz kimi. Təmiri demək olar ki, başa çatmış bir evdir. Yüngül kosmetik işləri qalıb və keçək sizə yataq otaqları ilə tanış edim. 2 ədəd yataq otağı var. Bu birinci yataq otağı. Bütün otaqlarda kombi xətləri var. Bütün otaqlara kombi xətləri çəkilib və qarşı hissədə əlavə bir yataq otağı var. Və bu hissədə isə evin hamamsaz yeri yerləşir. Sadəcə hamamsaz yerin təmiri qalıbdır. Hamamsaz yeri qalıb, qiymətdən endirim olunacaq. Yəqin ki, razılaşma olar. Keçək sizi əlavə otaqla tanış edim. Gördüyünüz kimi maşın saxlamaq üçün qaraj nəzərdə tutulub. Qapıda basen və əlavə əkin etmək üçün torpaq sahəsi var. Podval hissəsi var. Podval hissəsində su çəni var. Gördüyünüz kimi bura əlavə bir qonaq otağıdır. Qarşı tərəfdə yataq otağı var. Uzaq yoldan gələn qonaqlarınız üçün çox əlverişli bir otaqdır. Qalmaq üçün, narahat olmamaq üçün və hamamsaz yeri otağımızı əmrimizi göstərək. Bu otağın hamamsaz yeri təmiri hazırdır. Və keçək sizi qapı hissədə məlumatlandırın. Deməli, dəyərli izləyicilərim, ev yerləşir Göygöl rayonu Jildom ərazisində. Böyük İskəndər restoranının tam qarşısında yerləşən bir evdir. Sənədlər qaydasındadır, torpağın çıxarışı var, evin çıxarışı alınmayıb qalıb. Yaxınlıqda bütün kommunallar mövcuddur, qaz, işıq, su xətləri mövcuddur. Zəhmət olmasa göstərək, sunum xətləri burada çəkilibdir. Gördüyünüz kimi su xətləri çəkilib, quraşdırılıb, kanalizasiya sistemi quraşdırılıbdır, qarşı tərəfdən göstərək. Və evin arxa tərəfində də torpaq sahəsi var, arxa tərəfdən podvala keçid var. Sadəcə evin çıxarışının alınmağı qalıb və kommunalların hər biri dövlət rüsumu ödənildikdən sonra sayğaclar, qaz, işıq sayğacları quraşdırılacaq. Sənədlərdə yəni heç bir problem yoxdur. Çıxarış tam sahibinin adınadır. Qiymətdə razılaşma mümkündür. Çox gözəl, yüksək keyfiyyətli materiallardan hazırlanmış bir evdir. Kimin üçün maraqlı olsa səhifədə olan nömrələrdən əlaqə saxlayarsınız. Satışına köməklik göstərə bilərəm. Bu evi kim alsa qiymətinə görə, ərazisinə görə, dəyərinə görə uduzmaz. Çünki ümumiyyətlə evin bütün avadanlıqların hər biri yüksək keyfiyyətli materiallardan hazırlanıb, şəxsi tikili kimi tikilmiş bir evdir. Sadəcə sahibinin pula ehtiyacı olduğu üçün məcburiyyətdən evi satışa çıxarıb və çox münasib qiymətə təklif edir. Kimin üçün maraqlı olsa səhifədə olan nömrələrdən əlaqə saxlayarsınız, satışına köməklik göstərə bilərəm. Əgər siz də evinizi, torpağınızı təcil satmaqsınız, səhifədə olan nömrələrdən əlaqə saxlayın, satışına köməklik göstərə bilərəm. Diqqətiniz üçün çox sağ olun.